Salam, hər vaxtınız xeyir. 2025 dil toplusundan 11-ci sinifdən noun, yəni isim bölməsinin izahını verəcəm. Morphological composition of the nouns, yəni ki, isimlərin morfoloji kompozisiyası, yəni quruluşunun haqqında burada testlər var. Məsələn, mürəkkəb, sadə və yaxud da düzəltmə olması barəsində testlərdir. Təbii ki, bu testləri həll etmək üçün sufiksləri çox yaxşı bilmək lazımdır və yəni söz düzəltici şəkilçiləri bildikdən sonra variantlardan çıxanda yerdə mürəkkəb isimlər qalır və yaxud da ki, bu söz düzəltici şəkilçiləri bildikdən sonra artıq sadə sözləri düzəltmə sözlərdən ayırd etmək asan olur. Gəlin başlayaq birinci sualdan. Birinci sualda compound, yəni mürəkkəb isimləri istəyir bizdən. Mürəkkəb isimlər də bildiyimiz kimi iki sözün birləşməsindən yaranır. Bunu tapmağın ən asan yolu şəkilçilərlə olan sözləri çıxmaq, yerdə qalan isə bizim mürəkkəb isimimiz olacaq. Məsələn, ment şəkilçidir, bu getdi. B variantında development ment şəkilçidir. Sonra baxırıq Y variantı, daha doğrusu C variantında agreement, bu da şəkilçidir və Y variantında hood, bu da şəkilçidir. Toothbrush diş fırçası, Motherland, Motherland isə ana torpaq, yəni ki, doğma yurt yuvadır mənasındadır. Ona görə də cavabımız D variantıdır. İkinci suala baxırıq, yenə mürəkkəb isimləri istəyir bizdən. Burada leadership, ship şəkilçidir. Ship həm şəkilçidir, həm də iki sözün birləşməsi kimi yaranıb mürəkkəb söz də yarada bilər. Mürəkkəb söz yaratması üçün bir neçə sözün tərkibində onları əzbərləmək lazımdır. Məsələn, airship, spaceship, desert ship və yaxud da battleship, warship bu kimi sözlərin tərkibində gəmi mənasında istifadə olunur və mürəkkəblik yaradır. Amma leadership, friendshipin tərkibində bu artıq şəkilçidir, bildiyimiz lıq şəkilçisidir. Ona görə də bunları mürəkkəb götürə bilmərik. Information da tion şəkilçidir, movement da ment şəkilçidir. Daha sonra Y variantında anniversary, burada iki sözün birləşməsi olmadığı üçün biz bunu mürəkkəb söz kimi götürə bilmərik. Cavabımız D variantıdır. Seaside dəniz kənarı, email isə bildiyimiz kimi poçt ünvanı mənasında gedir. Üçüncü suala baxırıq. Yenə compound nounslar, yəni mürəkkəb isimlər istəyir bizdən. Spaceship burada mürəkkəbdir. Seaport, dəniz limanı, bu da mürəkkəbdir. Basketbol, bu da mürəkkəbdir. Ona görə cavabımız elə A variantıdır. B variantında gördüyümüz kimi entrance, anca, ence şəkilçidir. Children kökdən dəyişib. Burada ümumiyyətlə child, children cəmlənmə şəkilçisidir, yəni qrammatik şəkilçidir. D variantında furniture. Burada furniture mebel mənasında, production isə ion tion şəkilçimiz var burada da. Community-də də yenə T şəkilçimiz var. Dördüncü suala baxırıq, yenə mürəkkəb isimlər istəyir bizdən. Mürəkkəb isimlər, baxaq Y variantından başlayaq. Burada tion şəkilçidir, Y variantında. Defense, anca, ence şəkilçidir. C variantında er, or, ar şəkilçidir, yəni foreigner. Burada əcnəbi mənasındadır və burada da şəkilçi kimi verilib. Diş ümumiyyətlə B variantında sadə sözdür, xörək mənasındadır və yaxud da boşqab mənasında götürülə bilər. A variantında isə burada mürəkkəb sözlərdə artıq statesman, playground, sightseeing. Gördüyünüz kimi hər iki sözün birləşməsindən yaranıb hər bir söz. Ona görə də mürəkkəb hesab olunur. Beşinci suala baxırıq, yenə mürəkkəb isimlər. Information da tion şəkilçi. Daha sonra C variantında kingdom, dom şəkilçidir. D variantında contents ümumiyyətlə qrammatik şəkilçidir, S şəkilçisi. Y variantındakı sözlər isə mürəkkəblik yaradır. Swing machine, policeman, snowdrop. Yəni paltar tikən maşın, polis adam bizdə tərcümə olunmur o şəkildə, elə polis kimi tərcümə olunur. Amma onlarda qadın və kişi ayrıldığı üçün policeman, policewoman şəklindədir. Ona görə də mürəkkəbdir. Snowdrop isə qar dənəciyi mənasındadır. Ona görə də cavabımız Y variantıdır. B variantını niyə götürmədik? Çünki knowledge burada mürəkkəblik yaratmır. Elə sözün tərkibi knowledge-dir və nə düzəltmədir, nə də mürəkkəb, o sadə sözdür. 6-cı suala baxırıq. 6-cı sualda isə düzəltmə sözləri istəyir, derivative nounlar istəyir burada. Pavement düzəltmədir, amma leg sadədir. B variantında hamısı düzəltmədir. Agreement də ment şəkilçidir, friendship də ship şəkilçidir, realism də ism şəkilçidir. Sand qum deməkdir, sadədir, chair də sadədir,
C və D variantları elendi. Y variantında stop yenə sadədir. Ona görə cavabımız B variantıdır. 7-ci sualda isə isimlər olan cərgə. Bu biraz daha çətin, mürəkkəb test hesab olunur. Çünki bütün nitq hissələrinə hakim olmaq lazımdır ki, bu testin öhdəsindən gələ biləsiniz. Məsələn, burada nevə sözü heç vaxt deməkdir, bu zərfdir. Azə, məsələn, əvəzlikdir. Bu isim deyil nitq hissəsinə görə. Ona görə cavabdan 2 və 3-ü çıxandan sonra cavabımız 1, 5, 6 qalır. Number say deməkdir. 5 lider deməkdir. Gardener isə bağban deməkdir. Ne isə də bildiyimiz kimi əvəzlikdir, ona görə onu götürə bilmirik. Cavabımız A variantı. 8-ci suala baxırıq. Simple nounlar istəyir buradan. Sadə sözlər, yəni sadə daha doğrusu isimlər istəyir. Development ment şəkilçi olduğu üçün bunu götürə bilmərik. Hunter ovçu burada er şəkilçisi olduğu üçün götürə bilmirəm. C variantında tree, luck, camp bunlar sadə sözlərdir. Amma D variantında hardship, çətinlik bu da düzəltmədir. Y variantında isə er şəkilçisi var burada, manager bu da düzəltmədir. Ona görə butterfly, hətta kəpənək burada mürəkkəbdə var. Ona görə də bunu da götürə bilmərik. Cavabımız C variantıdır. 9-cu suala baxırıq ki, burada simple nounları, yəni sadə isimləri istəyir. Sadə isimlər təbii ki, A variantındadır. Gəlin baxaq görək niyə B variantı olmaz. Teacher er şəkilçidir burada. Schoolboy mürəkkəbdir. Bookcase mürəkkəbdir. Development şəkilçidir. Ona görə cavabımız A variantıdır. 10-cu sualda mürəkkəb isimləri istəyir yenə bizdən. Childhood da hood şəkilçidir. Daha sonra matterdom dom şəkilçisi götürülür burada. Ment şəkilçidir. D variantında heroizm izm şəkilçidir. Sweet case playground bu da mürəkkəb sözləri yaratmış sözlərdir. 11-ci sualda isə yenə mürəkkəb sözləri istəyir, isimlər istəyir. Burada da əslində asanlıqla tapmaq mümkündür. Niyə? Çünki gördüyünüz kimi opportunity T şəkilçisi var burada. Performance anca ence şəkilçimiz var. Tune şəkilçimiz var. Tradition'da da tune şəkilçimiz var. Cavabımız A variantı. Handwriting əl yazısı deməkdir. Gentleman isə gentleman mənasında gedir. Yəni ki, kübar oğlan mənasında istifadə olunur. Digər sualları da bu 10 sualın izahına baxaraqdan çox yaxşı bir şəkildə təhlil edib, analiz edib bütün sualların öhdəsindən gəlmək məncə olar. Çünki isim bölməsi o qədər də çətin bir bölmə deyil. Bir neçə belə desək ayrı-ayrı bölmələrə ayrılıb. Məsələn, cəmlənməsi, yiyəlik halı, məsələn, composition, morfoloji xüsusiyyətinə görə ayrılması bir ayrı klassifikasiyada verilib. Amma ümumilikdə belə, yəni çox asan bir mövzudur. Sadəcə başa düşərəkdən öyrənsək, heç səhvsiz bu sualların hamısını yerinə yetirmək mümkündür.